Məni izləyən hər kəsi salamlayıram. Bugün praktik üsulla hazır yaymalardan, yəni lavaşlardan Türk mətbəxinə aid özünə məxsus dada malik qəlyanaltı börək hazırlayacağam. Bizə lazım olan ərzaqları videonun altında açıqlama bölməsində qeyd edəcəm. İndi isə hazırlanma qaydasına keçək. 3 ədəd yumurta və 1 yumurta ağı, sarısını üzəri üçün saxlayıram. Zövqə uyğun duz, mən yarım çay qaşığı duz tökürəm. Biraz qarışdırıb, üzərinə yarım stəkandan 1 barmaq artıq duru yağ və 750 mg qatıq qatıb yaxşıca qarışdırıram. Əvvəlcə soba tavasını duru yağla yağlayıb, yaymaları sıra ilə tavaya sərib, arasına hazırladığım duru içliyi hər tərəfini əhatə edəcək şəkildə çəkirəm. 2-3 qat belə etdikdən sonra doğranmış göyərtilərin yarısını əlavə edib və yuxarıdakı qayda ilə davam edib, yerdə qalan göyərtiləri də töküb, yaymaları ardıcıllıqla bitənə qədər həmin qaydada soba tavasına sərirəm. Zövqə uyğun olaraq bu içliklərin üzərinə pendir də əlavə etmək olar. Sondakı yaymanı gördüyünüz şəkildə səliqəli örtüb, üzərini yumurta sarısı ilə hər tərəfli fırçalayıram. Çörək otu ilə bəzəyib, soba listində dilimlərə ayırdıqdan sonra sobaya 220 dərəcədə bişməyə qoyuram. Sobadan asılı olaraq 30 dəqiqəyə hazır olur. Çox ləzzətli və xırçıltılıdır. Hazırlayan hər birinizə nuş olsun. Növbəti videolardan xəbərdar olmaq üçün kanalıma dəstək olaraq abunə olub paylaşmağı unutmayın.